144 müəllim. Səhifə 144. Səhifə 144 düz aslında görə bilirsiniz ekranı. Bəli. Bəli, buyurun. Kiminlə sual varsa? 20-ci sual. Nə? 20. İkinci suala baxırıq uşaqlar. Yazıb ki, qapalı sistemdə cisimlər qarşılıqlı təsir zamanı sürətlərini alırlar. Onların kinetik enerjiləri nisbətini hesablayın. Kinetik enerjinin düsturunu seçmək lazımdır. Kinetik enerjinin 3 dənə düstur var. Mən hansını seçim deyə fikirləşəndə qapalı sistemdən söhbət gedir. Onda impulslar modulca bir-birinə bərabər olmalıdır. Deməli, mən elə bir düstur seçməliyəm ki, impuls olsun, bir də sürət olsun. O da PV bölünsün 2 düsturdur dostlar. İndi bizdən soruşur ki, Y2 bölünsün Y1 nisbətini hesab. Yazıram, Y2 bölünsün Y1 bərabərdir. Enerji sürətlə necə mütənasibdir? Düz mütənasibdir. Onda V2 bölünsün V1 olacaq. O da bərabərdir, 3 olacaq. Başqa sual dostlar. $20 vardı müəllimdən. 20-ci sual. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olduqda. Dostlar, əvəzləyici qüvvə sıfır olanda biz bilirik ki, Newtonun birinci qanununa görə cisim ya sükunətdə olmalıdır, yəni ya sürət sıfır olmalıdır, ya da cisim düzxətli bərabər sürətli hərəkət etməlidir. Bu iki variantdan biri olmalıdır. Sürət sıfır olanda bilirsiniz ki, kinetik enerji sıfır ola bilər, yəni Y variantı. Ya da sürət sabit olanda kinetik enerji sabit ola bilər, elə cavabı yoxdur. Ona görə də mən sıfır olan variantı seçirəm. Düzgün cavab olacaq Y variantı. Sonra 35'e bakabiliriz. o 35-ci suala baxırıq uşaqlar. Yazıb ki, müxtəlif hündürlükdən sərbəst düşən bərabər kütləli kürələrin hansının yer səthinə çatanandakı kinetik enerjisi ən böyükdür. İndi uşaqlar, biz bilirik ki, cisim ən yuxarıda olanda onun potensial enerjisi var, ən aşağıda olanda da onun kinetik enerjisi var. Və enerjinin saxlanma qanununa görə yuxarıdakı potensial enerji aşağıdakı kinetik enerjiyə bərabər olmalıdır. Hansının potensial enerjisi böyükdür bunlardan? Təbii ki, 5-cinin. 5-cinin potensial enerjisi ən böyükdür. Potensial enerjisi böyük olduğuna görə o cisim yerə çatanda onun kinetiki də ən böyük olacaq. Deməli, düzgün cavab olacaq 5. 34. 34-cü sual. 34-cü sualda görürsünüz ki, impulsun zamandan asılı qrafiki verilib. Amma səhv görürsünüz, bu sürətin zamandan asılı qrafikidir. Çünki biz bilirik ki, impulsdan sürət bacı qardaşdır. Burada sürət sabitdir. Sürət sabitdirsə, bilirsiniz ki, təcil sıfıra bərabərdir. Təcillə də qüvvə bacı qardaşdır. Onda qüvvə də sıfıra bərabərdir. Cavab olacaq Y variantı. Başqa? 36. 36-cı suala baxaq uşaqlar. Yazıb ki, verilmiş kütləli, baxın, verilmiş kütləli altından xətt çəkirəm. Bu mənim üçün kütlə olmalıdır mənasına gəlir. Cismin impulsu 100% artdıqda bir şeyin 100% artması onun 2 dəfə artması mənasına gəlir. Yəni 2 dəfə artdıqda və kinetik enerjini soruşur. Nələrdən söhbət gedir sualda? Impuls, kütlə və kinetik enerji. Elə bir düstur seçməliyəm ki, bunların üçü də orada iştirak eləsin. Kinetik bərabərdir. P kvadratı bölünsün 2m-ə. Əgər impuls 2 dəfə artacaqsa, onda kinetik enerji neçə dəfə artmalı dostlar? 4 dəfə artmalıdır. Düzgün cavab olacaq D variantı. 41. 38. 39. 38 və 39-cu sual yazıb ki, kinetik enerjinin dəyişməsini hesablayın. Bir kəmiyyətin dəyişməsi deyiləndə hamımız bilirik ki, biz onun qarşısına nə yazırıq? Delta yazırıq. Və bir kəmiyyətin dəyişməsi
onun son qiymətindən başlanğıc qiyməti çıxmaq deməkdir. Bərabərdir. MV kvadratı bölü 2 çıxılsın MV sıfırın kvadratı bölü 2. O da bərabərdir. Aşağıdan yazıram. Deməli, son sürətə baxıram. Cismin sürəti 20-dən başlayıb, son sürət neçədir? 0. Sıfırdır son sürət. Ona görə sürətin yerinə 0 yazan bu olacaq 0. Çıxılsın, kütləmiz 2 kiloqramdır. 2 vurulsun, başlanğıc sürət neçədir? 20. 20-nin kvadratı bölünsün 2, o da bərabərdir mənfi 400. Düzgün cavab olacaq B variantı. Eyni sualdan 39-da da var. Yenə kinetik enerjinin dəyişməsini istəyir. MV kvadratı bölü 2 çıxılsın MV sıfırın kvadratı bölünsün 2 bərabərdir. Gördüyünüz kimi mənfi ondan başlayıb son sürət neçədir yenə? 0-dır. 0 çıxılsın 1 vurulsun. Başlanğıc sürəti mənfi 10. Mənfi 10-un kvadratı müsbət 100 bölünsün 2. O da bərabərdir mənfi 50. Sola düzgün cavab olacaq D variantı. Ümumiyyətlə uşaqlar bu 38-39 ilə bağlı bir şey deyim sizə. Suala başlamadan əvvəl bunu özünüzdə təlqin edə bilərsiniz. Məsələn, baxırsan ki, variantlarda müsbətlər də var, mənfilər də var. Deməli, burada işarə önəmlidir. Saçmaq istəmirsənsə, belə bir şey eləyə bilərsən. Baxırsan ki, bu hərəkət bərabər yavaşcan hərəkətdir. Bərabər yavaşcan hərəkətdə sürət azalır, kinetik enerji də azalır. Bir şey azalırsa, onun dəyişməsi mənfiyə bərabərdir. Ona görə də sən suala başlayanda avtomatik A, Y, S variantlarını ələyirsən. Deməli, sən 100% cavabı mənfi tapmalısan. Məsələn, 39-cu sual. Burada da eyni şəkildə x oxun əksi istiqamətdə yavaşlayır, sürət sıfıra doğru gedir. Deməli, kinetik enerji azalır. Azalırsa cavabımız hökmən mənfi olmalıdır. Avtomatik digər variantları qaralayırıq. Sonra necə dediniz? 40. 41. 41-ci sual. Deməli, 40-cı sualda şagirdlər belə bir düstur var, onu bir yerə mütləq qeyd edin şagirdlər. Kinetik enerji ilə qüvvə arasında belə bir dənə düstur var. Kinetik bərabərdir. F vurulsun R bölü 2. Bu düstur çevrə üzrə hərəkətə aiddir. Bu düstur hardan gəlir, onu göstərəcəm sizə. Deməli, biz bilirik ki, qüvvənin düsturu F bərabərdir MA-dır. Düzdürmü? Çevrə üzrə hərəkətdə təcilin düsturu V kvadratı bölünsün R. Ona görə qüvvənin düsturu olacaq MV kvadratı bölünsün R. Bəs kinetik enerjinin düsturu nədir? Kinetik enerjinin düsturu MV kvadratı bölünsün 2-dir. İndi bu iki düsturdakı oxşarlığı görürsünüz. Baxın, MV kvadratı bölü 2, MV kvadratı bölünsün R. Mən buradan MV kvadratını tapsam, MV kvadratı bərabərdir F-ə. Burada da gətirib yerinə yazsam, onda yuxarıdakı düstur alacam. Deməli, bu düstur iki düsturun oxşarlığından alınan bir nəticədir. Çevri üzrə hərəkətdə yaza bilərsiniz. Qiymətləri yerimizə yazaq. 32 joule veriblər kinetiki bərabərdir. Qüvvəni istəyir. F vurulsun. Radius 40 santimdir. Təcili yardım 0,4 bölünsün 2. F də bərabər olacaq 160 Newtona. Düzgün cavab olacaq B variantı dostlar. Bu düsturu istəsəz qeyd edə bilərsiniz dəftərinizə. Sonra 41-ci sual soruşdular deyəsən. 41-ci sualda yazıb ki, sərbəst düşən cismin deyir 3-cü saniyənin sonunda malik olduğu kinetik enerjini hesablayın. Cismin kütləsi də deyir 2 kiloqramdır. Deməli, sərbəst düşən cismin 3-cü saniyənin sonunda və sərbəst düşən cismin sürət düsturunu bilirəm. JT 10 vurulsun 3 bərabərdir 30-a. Kütləsində 2 kiloqram veriblər, kinetik enerjini istəyirlər bizdən. Y kinetik bərabərdir. MV kvadratı bölünsün 2-yə. Kütləmiz nə qədərdir? 2 vurulsun. 30-un kvadratı bölünsün 2-yə. 2-lər ixtisar gedir. Qalır 900. Düzgün cavab olacaq A variantı. Başqa? 43. 43-cü suala baxaq uşaqlar. Deməliyə yazıb ki, cismin kütləsi nə qədərdir? 43-cü sualda kinetik enerjini veriblər bizə, kütləni istəyirlər bizdən və bir də qüvvə ilə zaman var. Qüvvə ilə zaman gəlin belə istifadə edək. P bərabərdir F vur T-yə. F-i 4 Newton veriblər, zaman 5-dir. 4 vur 5 bərabərdir 20-yə. Buradan impulsu tapdım.
Kütləni də istəyir burada. Bir də kinetik enerji. Elə bir düstur seçməliyəm ki, hər üçü olsun. Kinetik enerji hansı düsturu gedər? P-nin kvadratı bölünsün 2m. Kinetikə nə qədər tapmışam? Daha doğrusu üzr istəyirəm. Kinetikə nə qədər verib? 40. 40 bərabərdir. Impuls tapmışam 20. 20-nin kvadratı bölünsün 2m-ə. 2m bərabərdir 10-a. M də bərabərdir 5-ə. 5 kiloqrama düzgün cavab olacaq B variantı. Qırx beş. Dalga geçeceğim derken dalga konusu olmakta böyle bir şey. Bu da eyni sualdandır uşaqlar. Bayaqki sualdandır. Kinetik enerjinin 80 joule veriblər. Kütlə var əlimizdə. Kinetik enerjinin düsturunu yazacağıq. P-nin kvadratı bölünsün 2m kinetik enerji 80'dir. P kvadratı bölünsün 2 vurulsun 10'a. P kvadratı bərabərdir 1600'ə. P də bərabərdir 40'a. Şimdi zamanı istəyir bizdən. P bərabərdir F vurulsun T'yə. T 40'dır. 40 bərabərdir 40 vur T'yə. T də bərabərdir 1'ə. Bu arada P bərabərdir FT yazanda birdən ağlınıza gələr ki, mənim o P deyil, delta P'dir. Bəli, düz fikirləşirsiniz. Delta P nə deməkdir? P çıxır P0 bərabərdir F vur T. Başlanğıc sürət 0 olduğuna görə bu başlanğıc impulsu yazmıram. Ona görə P bərabərdir birbaşa. FT yazıram, düzgün cavab olacaq. C variantı. Biz fakirlerle aynı topluma bu partilerin Paketini işləyəcəyik. Bugün deməli enerjini keçmişik də düzdür impuls hamısını. Bəli. Onda bugün sınav işləyəcəyik dostlar. İnşallah, yəni planımız elədir ki, sınav işləyək. Buyurun, başqa? 49. 50. 49 dedi kimsə. 49 dedilər. Bəli. Bu məsələn 49-da bir dənə bir şey verir, Newtondur bu, F-dir, zamanda T-dir. F-T nədir? P-dir. Bu Newton vur saniyəyə yerinə P yaza bilərəm də. P-nin kvadratı bölünsün, bu da kütlədir, kiloqram, M. Bu hansı düstur oxşuyur? P kvadratı bölü 2. Enerjinin düsturudur, görürsən birbaşa. Enerjini birbaşa yaza bilərsiniz 49-da. Sonra isə dediniz? 50. 50-ci sual. 50-ci sualda yazıb ki, kütləsi 2 kiloqram olan cismin sürətinin zamandan asılılığı verilmişdir. Hansı zamanında cismin kinetik enerjisi 121 joule olar? Ümumiyyətlə, kinetik enerji var və kütlə var. Sürət haqqında da məlumat var. Yaxşı olar ki, kinetik enerjinin m v kvadrat bölü 2 düsturunu seçək. Kinetik enerjinin qiymətini 121 veriblər. 121 bərabərdir 2 vurulsun v kvadratı bölü 2. 2'lər ixtisar gedir. Nəyin kvadratı 121'dir? 11'in. Deməli, sürət 11'dir. Amma sürətin tənliyi belədir. 3 üstə gəlinsin 2t. Bunu 11'ə bərabər eləyəcəm. 2t bərabərdir 8'ə. T də bərabərdir 4'ə. Düzgün cavab olacaq Y variantı. Qırx yeddi də bax. 40 neçə? 47 milli. 47-ci sualda yazıb ki, sərbəst düşən cismin kinetik enerjisi. Sərbəst düşən cismin sürət düsturu V bərabərdir GT-dir. Kinetik enerjinin düsturu M V kvadratı bölü 2'dir. Yazsam V'nin yerinə M vur J kvadrat T kvadrat bölünsün 2. Kinetik enerji zamanla necə asılıdır? Kvadratik asılıdır. Düzgün cavab olacaq Y variantı. Sonra 51. 51-ci suala baxaq dostlar. Deməli, M kütləli cisim şaquli müstəvidir. Şaquli müstəvi ilə üfüqi müstəviyin fərqini bilirsiniz də. Üfüqi müstəvi o deməkdir ki, hər tərəf döndürəyindir. Şaquli müstəvi belədir də. Yəni, yuxarı aşağı. Şaquli müstəvidə hərəkətlərdə potensial enerji təbii ki, dəyişəcək. Amma kinetik enerjidən söhbət gedir burada. Bərabər sürətli hərəkət varsa, istəyirsiniz üfüqi olsun,
İstəyirsiz şaquli olsun. Bax, bunu yadda saxlayırsınız uşaqlar. Üfüqi və şaquli fərqi yoxdur. Bərabər sürətli hərəkətdə kinetik enerji dəyişmir. Amma burada potensial enerji üfüqdə potensialda dəyişmir. Delta E potensial sıfırdır. Amma burada delta E potensial sıfırdan fərqlidir. Bax, bunu yadda saxlayırsınız. Amma təkrar edirəm, kinetikdən söhbət gedirsə, heç bir fərqi yoxdur. Şaquli olsun, üfüqi olsun, diaqonal olsun. Hamısında kinetik enerjinin dəyişməsi sıfırdır, çünki sürət bərabərdir. Bax, burada da yazıb görürsən, periodun 1/4-də kinetik enerjinin dəyişməsi sıfıra bərabər. Ben Başqa, gelmek istersen. gəlmək istəyən varsa, Yazırıq, məsələn, V kökdə 2 ola bilər, 2V olur. Yəni o burada nəzərə almırıq, yoxsa necə? onu burada bəli, niyə? Deməli, çox mükəmməl sualdır. Çevrə üzəri şəkildə şagirdlər sürət dəyişir, impuls dəyişir, amma kinetik enerji dəyişmir. Səbəb nədir? Çünki sürət və impuls vektorial cəmiyyətdir. Hər ikisinin istiqaməti də var. İstiqamət dəyişdiyinə görə hər iki cəmiyyəti dəyişirmiş kimi götürürük. Amma kinetik enerji skalyardır. Sürətin yalnız ədədi qiymətinə baxır. Onun istiqaməti yoxdur. Ona görə də hər yerdə kinetik enerji eynidir. Yəni bu sancağı budur. Sürət dəyişməsinin V kökdə 2 olmasının səbəbi sürətin qiyməti ilə bağlı bir dəyişim deyil o. İstiqamətlə bağlı bir dəyişimdir. Çünki siz çevrə üzrə hərəkət çəkəndə, məsələn, burada sürət 10-dur, burada da sürət 10-dur, burada da sürət 10-dur, burada da sürət 10-dur. Hər yerdə sürətin qiyməti eynidir. Sən burada kinetik enerjiyə məsələn hesabladın, aldın 20 joule. Burada da 20 joule alacaqsan, burada da 20 joule alacaqsan. Hər yerdə kinetik enerji eynidir. Amma sürətin özündən danışanda burada sürət 10-dur sağadır, burada 10-dur aşağıdır, burada 10-dur soladır, burada 10-dur yuxarıdır. Görürsən, qiymətlər eyni qalsa belə istiqamət dəyişir. İstiqamət dəyişirsə vektorial cəmiyyəti konstant qəbul eləmək olmaz. Amma kinetik enerji təşkil edirəm skalyar olduğuna görə, onun heç bir istiqamət olmadığına görə, onun qiyməti dəyişməyəndə biz deyirik ki, dəyişməsi sıfırdır rahat bir şəkildə. Understand? Pardon. Ay, sağ ol, mükəmməlsiniz. Bəli, buyuruz. Başqa? Burada müəllim 50-yə qədər vermişdi. 50-yə qədər bir keçdik, buyurun. Hansı səhifə? 153. Müəllim, bu bölmənin davamını yazacağıq, yoxsa yox? Bu bölmələrin davamlarını yazacağıq şagirdlər. Bizim elə ki bir sürətimiz var, onu qırmırıq deyə çox tapşırıq vermirəm mən. Amma davamlarını, toplum davamlarını, yəni qalan sualları, ətrafları falan inşallah yazacağıq onları. Buyurun. Yüzəlli. 153-cü səhifə, bəli. Buyuruz. Başqa? 13. 13-cü sual. Potensial deyir enerjisini zəhmət olmasa hesablayın. Potensial enerjini hesablamaq üçün məsələn yayların potensial enerji düsturu F kvadratı bölünsün 2K-nı seçmək olar. Niyə əlimizdə sərtlik var? K var. F-i də nə tərəf tapa bilərəm? F bərabərdir MG düsturundan 10 vurun bərabərdir 100-ə. Yerinə qoyuram 100-ün kvadratı, yəni 10 üstü 4 bölünsün 2 vurulsun. Neçə idi? 1000, yəni 10 üstü 3-dür. Bu da bərabərdir 10 bölünsün 2 bərabərdir 5 joule. Cavab olacaq C variantı. Başqa? On dört. 14-cü sual. Yaranan deyir elastiklik qüvvəsini hesablayın. Potensial enerji var, X var. Əlimizdə elastiklik qüvvəsini istəyir, F istəyir. Elə bir düstur seçək ki, hamısı iştirak eləsin. F, X bölünsün 2-yə. Potensial 1-dir, bərabərdir F vurulsun X. 2-dir, amma santimetrdən görə 0,2 bölünsün 2. F vurulsun 0,1 bərabərdir 1-ə. F də bərabərdir 100-ə. Düzgün cavab olacaq B variantı. Başqa? On yeddi müəllim. 34. 34-cü suala baxırıq. Bu nə də? 34-cü sualda yazıb ki, nədir bu? Yerə görə potensial enerjilərin nisbətləri verilib.
cisimlərin yerini dəyişdirməklə sərbəst buraxılır. Onların yerə çatan anda malik olduqları kinetik enerjilərinin nisbətini hesablayın deyir. Şəkil bir tərəfdədir, bu bir tərəfdədir. Nədir bu? Yerə görə potensial enerji nisbəti 1 bölünsün neçədir? 1/3'dür. Sualda nə soruşurdu? Yerini dəyişirik. Deməli, bunun potensialları nisbəti neçə idi? Y bölünsün Y neçə veriblər? 1/3 veriblər, elə? Y-in potensial enerjisini hesablayaq. ML vurulsun J vurulsun 2H bölünsün. MN vurulsun J vurulsun H bərabərdir 3'də 1'ə. J'lər ixtisar getdi, H'lar ixtisar getdi. Onda belə olacaq da MN bir çarpaz vururam bərabərdir 6 dənə ML-ə. Düzdür? Müəllim, N böl L 3/1-dir orada. N bölü L'dir. Bəli. Yoxsa yaxşı ki, sual qutarandan sonra demədiniz. Bəli. Yazaq. N bölünsün L. Düzdür? Bərabərdir 3'də 1. Onda yazırıq MN vurulsun J vurulsun H bölünsün ML vurulsun J vurulsun 2H bərabərdir 3'də 1'ə. J'lər ixtisar gedir, H'lar ixtisar gedir. Çarpaz vuracağıq. 2 ML bərabərdir 3 dənə MN-ə. Onda ML nəyə bərabərdir? 1/5 MN-ə. Bu ifadə burada qalsın. Bunu öyrəndim ki, L cisminin kütləsi N-dən nədir? 1/5 dəfə böyükdür, düzdür? Yəni bunun kütləsi M-dirsə, bunun kütləsi 1/5 M-dir. Sonra nə deyir? Cisimlərin yerini dəyişək deyir, elə? Bəli. Bəli. Cisimlərin yerini dəyişirəm onda. Buna yazıram 1/5 M, bura yazıram M. İndi nə istəyir məndən? Nəyin nisbətini istəyirdi indi məndən? YKN bölünsün YKL. N-in MN nisbətini istəyir də yenə, eləmi? İndi hesablayaq. Hal-hazırda nə qədərdir bunun enerjisi? 1/5 M vurulsun J vurulsun H bölünsün. L'in potensial enerjisi nə qədərdir? M vurulsun J vurulsun 2H. Kinetik enerji potensial enerjiyə bərabər dakikadası. Bu yerə çatan andakı kinetik enerjini istəmir. Bəli. Bu yerə çatan andakı kinetik enerjisi göydəki potensiala bərabər idi, yadınızdadırsa, enerjinin saxlanma qanuna görə. Ona görə kinetik istəyir, mən potensialı yaza bilərəm. Heç bir problem yoxdur. Bildiniz nə demək istədiyimi? Ona görə də burada olacaq cavabımız 1/5 2-yə böləndə nə eləyir? 3/4 eləyir, hə? 4'də 3. Baxın, bildiniz nə eləmək istədiyimi? Birinci, sualda verilən nisbətə görə kütlələr arasında əlaqəni tapdım və mən belə deyim də, öyrəndim ki, bunun kütləsi M-dirsə, bunun kütləsi 1/5 M-dir. Sonra mənə deyildi, yeri dəyiş, yerini dəyişdim. Buna yazdım M, buna yazdım 1/5 M. Elə deyilmi? Bəli. Sonra da mənə deyir ki, bunun buna nisbətini tap. Kinetik enerjinin. Mən də bilirəm ki, yerə dəyən andakı kinetik, yəni buradakı kinetik, elə başlanğıcdakı potensiala bərabər və ya bu cisim. Bu cismin yerə dəyən andakı kinetik enerjisi onun başlanğıcdakı potensialına bərabərdir. Ona görə də 1/5'i 2-yə böldüm. O da eləyəcək 4'də 3. Müəllim, cavab 4 bölünsün 3 gəl bax A variantı. A variantı gəlibsə, onda bəlkə nəyəsə yerini səhv yazmışıq. Səhv yazdığımız bir şey var burada. Siz deyənləri yazdım da N'in elə nisbətini yazmışam, düzdür? Sonra da deyir N'in elə nisbətini yaz yenə. Yox, düz yazmışam. Onlar özləri çaşıblar yəqin ki. Yaxşı. Bildiniz nəyə görə? Çünki burada cisimlərin yerini dəyişmək yazıb. Cisimlərin yerini dəyişdirməklə, yerini dəyişdirmədən buraxanda onların dediyi ola bilər. Biz yerini dəyişmişik çünki. Sualın bir parçası oradadır, bir parçası buradadır. Lambur cumbur. İstəyirsiniz bir dəfə hesablayayım sizin xətrinizə. Bax, gəlin bir dəfə. YPN bölünsün, YPL 1 bölünsün 3 verib, düzdür?
YPN, yəni N cisminin potensial enerjisi. N cisminin kütləsi nə qədər verib burada? Verməyiblər kütləsini. MN vurulsun J vurulsun H bölünsün ML vurulsun J vurulsun 2H bərabərdir 3-də 1-ə, düzdür? J'lər ixtisar getdi, H'lar ixtisar getdi. 3 MN bərabərdir 2 ML-ə. Onda belə çıxır ki, ML bərabərdir 1,5 MN-ə. Bu deməkdir ki, L cisminin kütləsi N cisminin kütləsindən 1,5 dəfə böyükdür. Ona görə də mən burada pozuram bunların hamısını. Öyrəndim ki, bunun kütləsi M-dirsə, bunun kütləsi 1,5 M-dir. Bunu öyrəndim. Amma mənə deyir ki, cisimlərin yerini dəyiş. Mən cisimlərin yerini dəyişəcəmsə, onda bura M yazmalıyam. Burada 1,5 M yazmalıyam. Və yerə dəyən anda təzədən baxıram kinetik enerji. N-in kinetik enerjisinin elə istəyir də, düzdür? YN bölünsün YL. İndi baxıram, bunun potensialı 1,5 MGH-dır. L-in potensialı olacaq 2 MGH. İxtisar gedəndə qalır 4-də 3. Yerini dəyişəndə aldığınız cavab budur. Tamam mı dostlar? Bəli. Bəli, başqa sual. Kader sebzelerini çok seviyor. Ben de doğduğunda bana küçülen böyle favorit etekleri ona göndereceğim. Buyuruz. Böyle olanın kadar. 31. Burada mənim 30'a kadar vermemişti. Benim gibi kıvır kıvır. Neçəyə qədər? 30'a kadar vermişti. Birbirinden fazla. Aha, buyuruz. Kim olduğunu çok çabuk unutuyor. Ama ben senden daha fazla. 30-a qədər 33. bir. Yəqin əlavə yazıblar. 33-cü sualda yazıb ki, sistem tarazlıqdadır. Yüklərin yerə nəzərən potensial enerjilərin nisbətini hesablayın. İndi Y1-in Y2-yə nisbətini istəyir. Y1-in Y2-yə nisbəti. Potensial enerjinin düsturu nədir? MGH. M1, J1, H1 bölünsün M2, J2, H2. Düzdür? Y'lər eynidir, eyni planetdə. Hündürlüklər də görürsünüz, eynidir. H-lar da getdi. Nə qaldı geriyə? M1 bölünsün M2. İndi bu tərpənən blokdur. Tərpənən blok qüvvədə neçə dəfə qazanc verirdir? 2 2 dəfə. dəfə. 2 dəfə. Onda ikinci cismin kütləsi M-dirsə, gərək birinci cismin kütləsi olsun 2M. 2 dəfə daha ağır cisim asılı olmalıdır. Onda nisbətə bax. 2M bölünsün M. M-lər ixtisar gedir, qalır 2. Başqa. 31. 31. Bəli. 31-ci suala baxırıq. Yazıb ki, 1 vəziyyətindən 2 vəziyyətinə gəlir. Yükün yerə nəzərən potensial enerjisi və yayın potensial enerjisi necə dəyişir? İndi yükün yerə nəzərən potensial enerjisi deyir. Birinci cismin hündürlüyü buradadır, görürsünüz. Sonra onun hündürlüyü nə qayırıb? Azalıb. Hündürlük azalıbsa, onda yükün potensial enerjisi azalıb. Düzdür? Yükün potensial enerjisi, yəni Y potensialı yükü belə qıraqda qeyib, bu azalıb. Sonra keçirəm yay. Yay haqqında bayaq elə Nuray ilə sual cavab eləyəndə sizə dedim ki, yay dartılanda da, sıxılanda da potensial enerji nə qalır? Artır. Ay maşallah, bunu yadda saxlayırsınız. Y potensialı həmişə artır. Yay dartsanız da, sıxsanız da. Önəmli olan deformasiyadır. Deməli, azalar artar cavabını seçməliyik. Düzgün cavab olacaq dostlar, B variantı. Sonra. Buyurun. 35. 35-ci sual. 35-ci sualda yazıb ki, şaquli istiqamətdə yuxarı atılan cisimdir. Bu cismin başlanğıc kinetik enerjisini deyir, hesablayın. İndi yer səthindən şaquli yuxarı atılan bir cisim verilib və 2 saniyə sonra bunun koordinatı nə qədər olub? Səsim gəlir dostlar? 40 milli. 40. 40 olub. 2 saniyə sonra bunun daha doğrusu hündürlüyü 40 olubsa, biz buradan cismin başlanğıc sürətini hesablaya bilərikmi dostlar? Deməli, bizim düsturumuz necə idi? H bərabərdir şaquli yuxarı atılanda. V0 T çıxılsın, JT kvartı bölünsün nədir? 2-dir, deyilmi?
Qiymətləri yazaq yerinə. H-ımız 40-dır. 40 bərabərdir. V0-ı bilmirəm. Vurulsun T2-dir. Çıxılsın 10 vurulsun 2-nin kvadratı bölünsün 2. Bu düstur yadınıza gəldi də, şaqul yuxarı atılmada yavaşyan olduğuna görə belə yazırıq. İndi qiymətləri yapışdıracağıq yerinə. 40 bərabərdir 2V0 çıxılsın. 20 eləyir də bu. 5 vurdur 20. 2V0 bərabərdir 60-a. V0 neçə çıxır buradan? 30. Deməli, cismin başlanğıc sürəti 30-dur. Kinetik enerjini istəyir. Kinetik enerjinin düsturu mv kvadratı bölünsün 2-dir. Başlanğıc kinetik enerji üçün V0 yaza bilərik. 2 vurulsun 30-un kvadratı bölü 2. İkilər ixtisar getsə qalacaq 900 joule.